isə gəlin ən böyük və ən kiçik qiymətin tapılmasına aid 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, fx bərabərdir sinus kvadratı x çıxaq sinus x plus 7,25 funksiyasının qiymətlər çoxluğunu tapın. Gəlin yazaq. Əvvəlcə misalın şərtini köçürək. Bilirik ki, uşaqlar, bu kvadratik funksiyada da sinus kvadrat x. Normalda ax-in kvadratı plus bx plus c funksiyasının qiymətlər çoxluğunu tapanda deyirik ki, n-dən sonsuzluğa. Düzdür uşaqlar? N-dən sonsuzluğa deyirik, eyni də alır. Sadəcə sinus x-in qiyməti mənfi 1-lə 1-lə məhdudlandığı üçün uşaqlar, biz yəni sonsuzluğa getmirik. Müəyyən bir qiymətlə ifadəmizin qiyməti məhdudlanacaq. Bunun üçün neyiniyək? Gəlin əvvəlcə bunu yazmaq üçün biz n-ını tapaq. N nəyə bərabərdir? Yuxarıdakı ifadədə. Uşaqlar. Sinus kvadrat x çıxaq sinus x plus 7,25-də n-imiz nəyə bərabərdir? N 4ac minus b kvadratı bölək 4a-dır da. Yazsaq bura 4 vuraq 1 vuraq 7,25 çıxaq 1-in kvadratı bölək 4. Bu neçə yer uşaqlar? N də bərabərdir 4-ü 7,25-ə vuranda 29 eləyir. 29-dan 1 çıxırıq. Bölürük 4-ə. 28-i 4-ə 7. Deməli uşaqlar, n-imizin qiyməti 7-yə bərabərdir. Və yaxud bilirsiniz də uşaqlar, m-i tapıb, aparıb yerinə qoyub. M-in qiyməti nədir? M bərabərdir mənfi 1-ə 2. M-i tapıb yerinə qoyub, n-ı elə də tapa bilərsiniz. Deməli, n-imizin qiyməti 7-dir. Sonra neyini uşaqlar? Bir dəfə sinus x bərabərdir. Mənfi 1 yazırıq yerinə. Bir dəfə də gəlin bunu yazaq, hesablayaq. Yerinə mənfi 1 yazsaq, mənfi 1-in kvadratı 1, üstə gələk. Mənfi 1-lə qarşıdakı plus 1 plus 7,25. Bu eləyir 9,25. Bir dəfə də sinus x-in yerinə uşaqlar yazırıq 1. 1 çıxaq 1 plus 7,25. O deyir 7,25. Bizə də deyir ki, qiymətlər çoxluğu. Deməli, baxırıq ki, ən böyük qiymətimiz 9,25-dir. Ən kiçik qiymətimiz 7-dir. Deməli, bu ifadə hansı aralığında qiymət alır? 7 ilə 9,25 aralığında qiymət alır.